Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğura adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Bədənimizin sağlamlığı həm də ruhumuzun sağlamlığıdır. Ruhumuz isə Allahın bizə əmanətidir. Bədənimizi isə sağlam qalması üçün peşəkar dietoloq həkimlərə müraciət edirik və onların rolu danılmazdır. Bugünkü qonağımız peşəkar həkim dietoloq Şəfa Yadigarovadır. Xoş gəlmisiniz Şəfa xanım. Xoş gördük Elnara xanım. Təşəkkür edirəm dəvətinizə görə. Çox şad oldum sizi bir daha görməyə və bu layihəmizdə sizə bol-bol uğurlar arzu edirəm. Minnətdaram. Şəfa xanım, keçək suallarımıza. Şəfa Yadigarova kimdir? Bir anlıq siz dediniz və mən düşündüm. Şəfa Yadigarova, onu yəqin ki, tamaşaçılar və məni tanıyan insanlar daha yaxşı bilər. Birinci növbədə mənim çox sahələrim var, amma birinci növbədə insan olmalıdır. İnsan olduqda Şəfa Yadigarova ola bilər. Hər kəsin bir uğurunun arxasında çətinliklər olur. Və mənim anamın hər zaman bir gözəl sözü var idi ki, qızım hər zaman mübariz ol. Heç vaxt dediyindən dönmə. Hər zaman deyirdi ki, səhər dururdum, həmişə mənə deyirdi, qızım arzularla yaşa, xatirələrlə yaşama. Hər zaman deyirdi, xatirələr insanı qocaldır, arzular insanı irəli aparır, cavanlaşdırır və insana ümid verir. Şəfa xanım, siz bu günləri həkim dietoloq kimi çox məşhur və gördüyünüz işlərdə, sizə müraciət edən pasientlərdə nəticə olaraq məncə ən uğurlu dietoloq sizsiniz. Baxın, gəlin sizin pasientlərlə olan münasibətinizdən, işbirliyinizdən danışaq. Şəfa xanım öz pasientlərini müraciət edərkən necə seçir? Məsələn, onların o iradələri, bu işdə göstərdikləri əzm, onu necə siz onlarda o potensialı verirsiniz, o motivasiyanı verirsiniz ki, bu qədər belə bir siyahı yazılır da, o siyahıya əməl edirlər. Elnara xanım, təşəkkür edirəm sualınıza görə. Deməli, necə gəldim, dietoloq oldum. Ümumiyyətlə, mənim adım Şəfa. Qoy oradan başlayayım. Qoy mən öz hekayəmdən başlayayım. Çünki onun doğrudan da bir tarixçəsi var. Hər insanın həyatda doğularkən bir missiyası olur. Mənim də yəqin ki, ilk öncə elə bu, deyərək doğulmamışdan öncə mənim bir missiyam yarandı. Mənim nənəm var idi. Allah bütün ölənlərə rəhmət eləsin. Bəli, uzun müddət bizim rayonumuzun deputatı seçilmişdi. 3 dəfə rayon deputatı olub, məktəb direktoru olub, ilk dəfə qadın gimnaziyasının yaradıcısı olub və onun gözləri deməli cavan yaşından pis görməyə başladı. O da nəyə görə? Babam müharibəyə getdi və o 23 yaşında 3 dənə evladla dul qaldı və o 3 evladını böyütdü. Çox gözəl bir xatın bir qadın idi və o deyir, o qədər ki, o yoldaşının yolunu gözlədi, gözləri görmədi. Və mən doğulmamışdan öncə həmişə deyirdi ki, mənim nəvəm olacaq, adı Şəfa olacaq. İndi deyirəm, hətta bax o hissləri də yaşayıram. Mən də qəhərlədim. Deyirdi ki, oy. Mən hər zaman deyirəm ki, hər uğurlu insanın bir hekayəsi var. İllər keçsə belə onu qəhərləndirən, kövrəldən bilən bir hekayəsi olur. O biraz insan bilsin necə. Oy, bu qədər bəlkə də həssasam, bəlkə də bir anlıq xatirələrə qayıtdım. Hər zaman deyirdi ki, mən bir nəvəm olacaq, o mənim gözümə işıq verəcək. Və doğrudan da illər keçdi. Belə deyək də, insan öz sayəsini sevməlidir, etdiyi işi sevməlidir. Yalnız o halda insan uğurlu olacaq. Mən heç vaxt, heç bir maddiyyəti güdmədən işləmişəm. Elə mənə çox təkliflər gəlib işlə bağlı, amma mən hər zaman deyirdim ki, mən həkim kimi çalışmaq istəyirəm. Mən insanları, o deyirək, insanların gözündə bir işıq, insanlar mənim otağıma girəndə, mən onlarda o xoşbəxtlik var. Gəlirlər, mən qucaqlayırlar bir çiçəyinlə, bir
o gözəl sözlərinə deyir, kimin parası, kimin duası. Hər zaman onların duaları, inanın ki, mən gecə yatanda hər zaman deyirəm ki, bu günləri bu insan xoşbəxt idi, nə gözəl. Bu insanın bugün bir arzusu həyata keçdi, nə gözəl. O deyir, həm mənim pasientlərim, mənim bir arzu kitabım var, ürək sözləri. Hətta otağıma gələndə insanlar onu oxuyur. O arzular kitabında insanlar öz arzularını yazır, necə gəlmişlər, necə olub və günlərin bir günü oxuyuram ki, baş səhifədə yazır ki, Azərbaycanın tanınmış dietoloqu Şafa Yadigarova kiloların qənimi. Mənim adımı elə qoymuşlar, bəli, kiloların qənimi, çünki doğrudan böyük kilolarla işləyirdi və hər zaman mən deyirəm ki, mən iynə, dərman, əməliyyata hər zaman yox deyirəm. Özüm də kifayət qədər bir yaşım var, ailəliyəm, 2 böyük evladım var. Mən yalnız etdiyim sağlam qida, idman və motivasiya və bu şəfa artıq mən doğuldum, o nənəmə dönüb və mən hər zaman ona nəsə edəndə deyirdi, qızım, sən böyüyəcəksən, mənə gözümə işıq verəcəksən. Elə deyərək artıq bilirdim ki, bir neçə yaşım var idi. Mənə belə o vaxtı mənim xalam, mənim bütün ailəm həkim olub. Xalam Gürcüstandan ilk dəfə belə doktor Aybalit belə kitabça almışdı. İçində iynə, uşaq üçün. O vaxtı bizim zamanımızda gec pis tapılırdı. İndi hər şey çox əlçatandı. Bizim zamanda o qədər əlçatmazdı idi ki, mən onunla oynayarkən mən özümü həkim kimi hiss edirdim. Xəyal etdiniz artıq doğrudan ki, o siz var idi. həkimsiniz. Həyətdə oynayırdım. Özümü həkim elə bilirdim, ağ xalat geyinmişəm. Yəni o doğrudan da xəyallar, arzular həyata keçə bilir. Bəzi insanlar düşünür ki, bir arzudur, amma arzu içdən gəlməlidir, sevgi ilə gəlməlidir və sən hər zaman bilməlisən insanlara necə faydalı ola bilərsən. Əgər sən bir uğurun arxasında yalnız özünü düşünürsənsə, sən heç vaxt uğurlu ola bilməzsən. Bütün dünyada olan bütün tanınmış insanlar, elə Einstein hər zaman deyirdi ki, məni məktəbdən onu qovublar, onu məsələn təhqir edirdilər. Amma ona baxmayaraq insan nə qədər əziyyətə qatılırsa, o qədər də zirvələrə qalxır və hər uğurlu insanın arxasında böyük çətinliklər var. İndi mən istəmirəm o haqda danışmaq. Təbii ki, o hər kəsdə var, sizdə də var, məndə də, digər insanda. Amma əsas odur ki, nəticə. Nəticə olaraq bugün insanlara necə faydalı ola bilirik? Baxın, siz özünüz də qeyd etdiniz nənənizlə bağlı. Mən artıq belə deyim də nəticə çıxartdım ki, sizin nənəniz sizin adınızı sizə əmanət edib. Və siz bu əmanəti o qədər gözəl, belə faydalı, elə də adınız kimi də gördüyünüz işlərdə də şəfalı həyat, bir veriliş hazırlamışdınız, xatırlayıram. Kafeniz var, şəfalı həyat. Mən şəfalı həyatı yaradanda necə oldu? Qoy onu da danışım. Mən bundan öncə doğum evində çalışırdım və o zaman yeni yaranırdı bu sosial şəbəkələr, loqotip. Mən öz loqomu yaratdım. Bilmirəm, hal-hazırda indi görünmür, amma mənim Instagram səhifəmdə, verilişimdə o loqonun çox böyük mənası oldu. Mən onu bir gecə yatdım, fikirləşdim loqotip. O məni dizayner etmədi, mən onu özüm etdim. Və orada belə bir qadındır, bir addım irəli və ətrafı bütün yarpaqlarla ibarətdir, yaşıl rəngdə. Yaşıl nəyə görə? Birincisi, yaşıl İslamın rəmzidir və sağlamlığın rəmzidir. O yarpaqlar mənim yaratdığım və mənimlə bərabər o yolda gedən insanların yaratdığı, belə deyək də, gözəlliklərdir. Yarpaq nədir? Canlı, yaşamaqdır, canlılıq deməkdir. Hər zaman mən insanlara deyirəm ki, insanlar hərəkət etməlidir. Elə yeri gəlmişkən nəyə görə onu deyirəm? Baxın, daş güclüdür. Daşın gücü var sizcə? Məncə yox, daşın gücü yoxdur. Sadəcə daşı atarkən insanı incidə bilər. Baxın, daşın özünün bir gücü var. Çünki var. Amma enerjisi var daşın sizcə? Daşların enerjisi var məncə. Nə zaman yaranır? Hərəkət etdikdə. Baxın, daş özündə güc var. Amma enerjisi yoxdur. Məncə insan ona enerji verir, götürür. Bəli, bax, hər bir şey hərəkətdə enerji verir. Bütün insanlar deyir ki, enerjim yoxdur kilo vermə, enerji yoxdur yeni layihələri imza atmaq, enerjim yoxdur sağlam qidalama, enerji. Amma mən hər zaman bir sual verir ki, sizdə hardandır bu enerji? Mənə enerji verən insanların, mənə müraciət edən insanlara kömək edə biləcəyim nəticələrin nəticəsində mən enerji alıram. Biraz qəlizliydim, amma o insanlar ki, uğurlarını əldə edirlər, kilolardan azad olurlar, xoşbəxt olurlar, həyatları dəyişir, onların o uğurları mənə enerji verir. Yaxşı, sizə o enerji verir. Bəs siz öz pasientlərinizə necə enerji verirsiniz ki, onlar bu yolda
siz dediyiniz nəticəyə gəlib çatırlar. Bir ildir ki, mən hər gün, hər birinci gün, həftənin hər birinci gün Qərara verirsiniz idmana ki, getməyə qərarı verim. Hər birinci gündə gedir, bitmir bu birinci günlər. Həftə tamam olur, amma Elnarə yenə idmana getməyib. Bax, siz necə olur ki, o pasientlərinizdə o gücü verə bilirsiniz? Ümumiyyətlə birinci növbədə insanı özü ona inanmalıdır. Sən özün ona inanmalısan ki, digər insanlara ilhamlandırasan. Və hər zaman mən deyirəm ki, yaxşı insanlar yaxşı ətraf olmalıdır. Sənin ətrafın necədirsə sən eləsən. Əgər sənin ətrafında belə idman sevməyən, idmana əks gedən, sağlam qidalanma əks gedən, içkiyə doğru gedən insan və digər insanlar varsa, sən o insanlardan ya uzaqlaşmalısan, ya onları özünə çəkməlisən. Ümumiyyətcə, belə bir şey var da, hər bir uğuru əldə etmək üçün kiçik addımlardan başlamaq lazımdır. Siz bundan öncə sual verdiniz ki, şəfalı həyat konsepsiyası yaranması. O deyirəm, ilk dəfə mən doğum evində çalışanda bu loqonu yaratdım və onu yaradanda özümə böyük bir xəyallar qurdum ki, budur. O zaman mən onu bilsiz neçə illər, 20 il bundan öncə olubdu bu. Və mən heç zaman fikirləşməzdim ki, haçansa gəlib mənim şəfalı həyat, Coffee and Healthy Food, sağlam qidalanma bir məkanım olacaq. Düşünməzdim ki, mənim öz verilişim olacaq ki, haradasa mən məhz təbliğ edirəm. Mənim əsas konsepsiyam odur ki, insanlara o ilhamı verəsən, inamı verməlisən. Siz deyirsiniz ki, səhər dururam, fikirləşirəm. Bu doğrudan çətin bir mərhələdir. Çox çətindir başlamaq. İnsan o dedim və etdim, ümumiyyətlə bir şeyi qərara verdinsə, əgər bunu sən qərarlandırdısan, onu 72 saat ərzində etməlisən. Bu yaxınlarda bir kitabı oxudum, Bodo Schaefer'in Pös Poemini Mani. Belə baxırsan ki, uşaq ədəbiyyatıdır, amma onu bütün dünyada bestsellerə çevirib, çünki böyüklər də onu oxuyur. Orada biraz maddi tərəfdən danışır, amma orada şərt maddiyyətdən getmir. İnsan həyatını, insan necə yeyirsə elə də yaşayır. Onu mən hər zaman demişəm, bir insanı tanımaq istəyirsənsə, onun qabına şved süfrəsi edirlər. Mən o zaman çox diqqətli oluram. Mən hər zaman elə yerdə insanı tanımaq olar. İnsan nə qədər qoyur, gözü doyurmu, doyurmu? Söhbət mədənin ölçüsü nə qədərdir ki, uzağa 500 milli tutur su ilə bərabər hamısı birgə. Hətta dünya şöhrətli biznesmenlər bir müqaviləni bağlamağa gedəndə insanların süfrədə otururlar. Və süfrədə oturanda heç vaxt öz buğalterini aparmır. Yalnız inisiativası, yəni insanın, kreativ insanı yanında aparır. Çünki birinci növbədə buğalter insan yalnız maddiyyəti düşünür, amma kreativ ideyaları qəbul edir. Və insan süfrədə oturarkən, mən özüm də elə şeyə diqqət edirəm. İnsan süfrədə oturarkən necə yeyirsə, o insanla sən qərara verə bilərsən ki, mən bununla davam edim, yoxsa yox. İndi onun da sirrini deyəcəm, düz onu ilk dəfə də deyirəm, heç yerdə deməmişəm. Çünki bir insan əgər doymursa, o əgər hər zaman digər insanın cibinə diqqət edirsə, o hər zaman sənin də cibinə diqqət edəcək. Əgər bir insan, mənə o çox önəmli məqamdır. Bəzi vaxtda deyirik, nə olsun insanın çox yeri yox. Nəfs elə bir şeydir ki, nəfs söhbət yeməkdən getmir ki, nəfs hər şeydən gedir. Nəfsli insan sənin büdcəvə də göz yetirə bilər. Oşa var, İndus filosofu. Onun çox gözəl bir sözü var. Bütün insanların ən böyük bədbəxtçiliyimiz odur ki, biz hər zaman digər insanın qazonuna baxırıq ki, o nə gözəldir. Amma biz özümüz onu gözəl qulluq etsək, sulasaq, darasaq, o ondan da qat-qat gözəl ola bilər. Ona görə mən hər zaman deyirəm ki, düşünmək lazım deyil ki, vay, o insan uğurludur. Niyə o uğurludur, mən yox? Çünki onun arxasında böyük zəhmət var. Böyük iradə var və böyük güc var. Amma güc o demək deyil ki, onun fiziki gücü güclüdür. Güc odur ki, onun böyük bir iradəsi və nəfsinə doğru gələ bilər. Mən də o qədər vaxtım olur ki, mən də istəyirəm yemək. Hətta bunu da deyim ki, bu Şəfalı Həyat Coffee and Healthy Food açılışında mən 3 ay dövründə, hətta ayağımı da zədələmişdim, yıxılmışdım. O dövrdə mən idman etmədim və bütün yeməklər, hansılar ki bizdə healthy, sağlıqlı hazırlanırdı, hamısını mən özüm dadırdım. Yəni onlar hamısı mənim öz, belə deyək də, müəllifi özümüz olan bir menyolar tərtib olundu. Yəni degustatsiyanı sırf özünüz edirsiniz. Mütləq şəkildə. Əgər mənim ağız dadıma uyğun deyilsə, heç bir menyo yəni süfrəyə verilə bilməz.
bilməz. Bu müzakirə olunmur. Hətta bilirsiniz ki, mənim artıq 7 ildən çox şəfalı həyat catering sistemim də var. İnsanları qidalandırırıq. Yəni oradan o ideya gəldi. Orada hər şeyi yeyirdim və yoldaşım bir dəfə dedi ki, Şafa sən deməsən də kilo ala bilərsən. Deməli mən 3 ay yarım idman qət eləməmişəm, amma 20 ildən Doğrudan çoxdur. kilonuza təsir etdi bu məsələ. İndi onu demək istəyirəm. 20 ildən çoxdur mütəmadi idmanla məşğul olan insan olmuşam və sağlıqlı qidalanıram artıq 15 ildən çoxdur və o dövrdə nə idman etmədim, yalan nə deyim, nə də qidama fikir vermədim. Düzdür, kafemizdə qidalandım. Cəmi mənim aldığım bu müddətdə 2 kilo oldu və artıq bu yaxınlardan məzuniyyətdə idim və orada özümə səhər durdum və özümə dedim ki, mən sabahdan başlayıram. Müzakirə olunmur. Hava pis oldu, hava yaxşı oldu. Qida və idman. İzləyicilərim də bilir ki, mən gündə yürüyüş edirəm, evdən. Görürəm sizi, Şəfa Evdən xanım, gedirəm, görürəm. bəli. Hər Hər gün Hər səhər gün 6-da. 7-də, 6-da görürəm sizi. Dururam. 6-da mən budilniksiz dururam. Mən heç vaxt budilniklə dura bilmirəm. Sadəcə gecə beynimə qoyuram ki, mən sabah 6-da duracağam. Fərqi yoxdur neçədə yatmağımdan. Səhər 6-da dururam. Ailəmə təbii ki, səhər tezdən səhər enerjimlə dualarımı edirəm. Səhər enerji onlara bir səhər yeməyi hazırlayıb və çıxıram yürüyüşmə. Oradan da gəlirəm. Şəfalı həyat kofe, təəssüf foodumda kofemi içirəm və günümə davam edirəm. Doğrudan insana çox enerji verir bu. Əlbəttə ki, mən özüm baxanda, siz özünüz gedirsiniz səhər, o günəşə baxırsınız, nə yürüyüş eləyirsiniz. O belə sizdən bizə qəribə bir enerji gəlir həqiqətən. Baxın, sizə bir sual verim. Sizə həm kişi pasiyentləriniz var, həm xanım pasiyentləriniz var. Mənə maraqlı məqam. Uşaqlar da var. Uşaqlar da var, eynən. Mənə maraqlıdır ki, ən iradəlisi, vaxtında nəticə alan, daha çoxluq olaraq xanımlarımızdır, yoxsa bəylərimiz? Belə deyək, Elnarə xanım, deməzdim bəylər və xanımlar, deyərdim ki, məqsədini qoyan insanlar. Ən çox uğurlu bu nəticədə məqsədi qoyan. Elə bir pasiyent olub gəlib bu yaxınlardan Ömər adlı bir pasiyentim. Cəmi 30 günü 25 kilo şəki vermişdi. İynəsiz, əməliyyatsız. Bilirsiniz ki, çox çətindi. 19 yaşlı uşaq idi. Mən inanmadım düzü gərək. Amma onun xaricə getdi, tətilə getdi, kilo almadı və döndü. Mən doğrudan da başa düşdüm ki, insan bəzi vaxt elə insan düşünür ki, bu bacara bilməz. Amma o qədər nəticəli oldu, çünki özünə məqsəd qoyur. Və məqsədinə qoyur, mənə hətta sual verdi ki, Şafa xanım, siz inanmazdınız. Deyirəm, yalan nə deyim, inanırdım ki, kilo verəsən, amma bir aya bu qədər çəkini inanmazdım. Yəqin siz orada hansısa bir kəlmə deyirsiniz ki, çünki mən öz oğlum da sizin yanınıza gəlib, əksinə arıqlamaq yox, kilo almaq üçün gəlmişdi. Bu arada onunla da bağlı danışarsınız ki, sizə müraciət edənlər təkcə arıqlamaq istəyən yox, həm də ki, kilo almaq istəyənlərdir. Baxın, mən oğlum o qədər, yəni evdə bizi öldürürdüm. Amma Şəfa xanım deyib ki, saat 3-də bunu yeməliyəm, saat 6-da onu yeməliyəm və bir ay içərisində 12 kilo çəki aldı. Çox xoşbəxt oldu. Amma kilo almaq, kilo verməkdən qat-qat çətindir. Çətindir, ola bilər, düz deyirsən, amma o qədər, onu deyirəm, sizin yazdığınız o dietanı o qədər əməl etdi ki, mən ondan sonra övladımda, məsələn, oğlum özgüvəni artdı. Yəni, insana nə dərəcədə məsələn, təsirləri var bu şeyin, insan bədəninin sağlamlığının, nə bilim, onun duruşu, vizual olaraq görünüşünün də dəyişiklik insana bir belə motivasiya, özgüvən verir. Siz həm də insanlara özgüvən bəxş edirsiniz. Bax, o kökəlmə məsələsindən bağlı arıqlamaqları bildik. Daha çox yəqin ki, üstünlük arıqlamaq istəyənlərləndir, zəiflik olmaq istəyənlərlə. Amma kökəlmək istəyənlər daha çox hansı yaş qrupundan müraciət edirlər sizə? Kilo almaq üçün daha çox keçid dövrü, arada cavan yaşda. Kilo, məsələn, 50-60 yaşından sonra heç elə bir insan olmayıb ki, mənə müraciət etsin kilo almaq üçün. Çünki istər-istəməz müəyyən yaşdan sonra onsuz da bizim bədənimizdə metabolizma zəifləyir. Və bu, mən hər zaman formada olan insanları görəndə deyirəm, çalışmayın kilo almaq. Çox gözəl formadasınız. Mən hər zaman deyirəm, demirəm, insan arıq olmalıdır. Heç o demək deyil ki, hamı 90-60-90 olmalıdır. İnsan özünü rahat hiss etməlidir. Amma bəzi insan deyir ki, bəli, mən kilom azdır, mən özümü güvənsiz hiss edirəm. O zaman biz sağlıqlı şəkildə əzələ kütləsini artırırıq və o dediyiniz ki, necə edirsiniz ki, o insanları motivasiya edirsiniz, qoy o sirmi də deyim. Evimizdə dava düşmüşdü sizə görə. Bəli, mən nənəsindən dalaşırdı yemək bişirməklərə görə. Deyirdi nənəm hazırı. Bilirsiniz nədir burada ən önəmli?
bir insan bizə müraciət etdikdə, yəni burada məndən söhbət gedir. Mən sözünü sevmirəm demək. Mən hər zaman biz deyirik, çünki biz o insanla bu yola çıxırıq. Mən tək bu yola çıxa bilmərəm. Birinci növbədə onların mənə olan inamı. Bu ən önəmli məqamdır. İkinci, təbii ki, psixoloji durum. Yəni, burada psixoloji dəstək olmasa, sən nə qədər də pəhriz yazsan, nələr də yazsan, onlar təbii ki, o effekti verməyəcək. Çünki psixoloji durum nədir? O insanın özünə güvəninlə bərabər sizə güvəni olmalıdır. O güvənməlidir ki, mən düz yoldayam və doğrudan da mən bunu bacaracam. Bunu da etmək üçün siz onu inandırmalısınız. İnandırmaq üçün də onun təbii ki, müəyyən, belə deyək də, nüansları var. Bir dəfə mənə dedilər ki, Şaban xanım, siz böyük bir psixoloqsuz, amma mən deyərdim ki, mən psixoloqdan da öncə mən insanları sevən bir insanam. Sevgi insanı zirvələrə qaldıra bilər, insanı düz sala bilər, insanı xoşbəxt edə bilər, insanı yaratmağa doğru, necə deyək, təkan verə bilər. Amma hər zaman mənə bu yolda anam doğrudan çox inanırdı. Günlərin bir günü mən gəldim ki, mən dietoloq olmaq istəyirəm. Hətta ailəmə də gəldim, dedilər. Mənə dedilər ki, sən gündə bir qərar verirsən. Bacım hətta dedi ki, sən artıq qərarlarımı yekunlaşdır. Mən dedim, yox, bu mənə azdır. Mən özümü burada tamamlanmış görmürəm. Mən böyük bir şeylər etmək istəyirəm. Mənim otağımda sağ tərəfimdə böyük bir ağac var idi. Günlərin bir günü bir pasiyentim gəldi və onunla danışanda bir belə döndüm. Bir də anladım ki, mən hər zaman istəmişəm insanları dəyişmək. Amma heç vaxt dizayner olmaq istəməmişəm, modelyer də olmaq istəməmişəm. Amma insanları dəyişmək istəmişəm. Necə dəyişmək? Onu dərk eləmirdim uşaqlıqda. Ümumiyyətcə, ailə dəyərləri çox önəmlidir. Əlbəttə. Ailə dəyərləri olmayan insan, mən düşünürəm ki, nə dərəcədə uğurlu olacaq, onu deyə bilmərəm. Çünki ailə dəyərləri nədən gəlir? Birinci növbədə böyükləri hörmətdən. Əgər biz birinci növbədə ailədə o dəyərlər yoxdursa, insani dəyərlər, biz heç vaxt işimizdə uğurlu ola bilmərik. Əgər mən bir insanları sevə bilmirəmsə, mən yaxşı mütəxəssis ola bilərəm, peşəkar da ola bilərəm. Amma tamlıqla yüksək səviyyədə olması üçün sən insan da olmalısan. Çünki bilirsiniz, belə bir məqam var da, hal-hazırda dietoloqlar həddən artıq çoxdur. Nutrisioloqlar, dietoloqlar və burada əsasən daha çox maddiyyəti güdərək edirlər. Mən özüm də müşahidə edirəm, sosial şəbəkələrdə onu deyirlər, bunu deyirlər. Amma bir insanın tamlıqla müşahidə etmək lazımdır. Biz hər birimiz fərqliyik. Ümumiyyətcə, həyatda biz doğularkən hər bir insan fərqli DNK ilə, fərqli genetik kodla doğulur. Və genetik kodu və DNK-nı və insanın psixotipini bilmədən ona nə pərhiz proqramı uğurlu ola bilməz, nə də ona sən belə də motivasiya edə bilməzsən. Və kilo vermək tək kilodan azad olmaq deyil. Kilo vermək odur ki, insan ətrafında olan negativdən azad olur. İnsan beynində olan negativ düşüncələrdən azad olur və ondan sonra həyata tamamilə başqa cürə baxır. Ona görə də sağlam qidalanma yalnız formada olmaq və ya kilolardan azad və ya kilo almaq deyil. Sağlam qida odur ki, sənin düşüncələrin dəyişir. Sən yalnız insanlara yaxşılıq etməyə başlayırsan. Proqramlarım o qədər güclü işləyir ki, mən burada düşündüyüm artıq həyata keçir. Və bu yaxınlardan onu da sizə deyim ki, mən sizin bu verilişinizi təsadüfən Instagramda gördüm. Və öz-özümə bax, hətta bunu deyəcəm, bunu ilk dəfə deyirəm. Yəni bunu düşünmüşdüm və baxdım ki, ay nə gözəl. Elnarə xanım Bəkirovanın belə gözəl bir layihəsi, özümə fikirləşdim ki, bu layihə mənə də uyğundur. Doğrudan sözün əsl mənasını və ondan 2-3 gün sonra sizdən bu təklifi aldım. Doğrudan sözün əsl mənasında bu o qədər insanın, o deyir şuuraltı. Son illərdə ümumiyyətcə şuuraltı həddən artıq çox aktiv olub. Və bəzi insanlar deyir ki, vay şuuraltı, TT və s. Amma mən deyərdim ki, insanın düşüncələri saf olmalıdır. İnsanın niyyəti düzgün olmalıdır. Baxın, mən bundan da öncə dedim, insan peşəkar ola bilər, insan savadlı ola bilər, insanın böyük təcrübəsi ola bilər, amma insanın
ən önəmli odur ki, niyyəti düzgün olmalıdır. Niyyəti şəfalı, sağlam olmalıdır. O necə deyirəm, mən o doğularkən o adımda şəfa var idi. Biz kafeni açanda da ailəm dedi ki, bəlkə başqa ad qoyaq. Bax, şəfalı həyat, siz həkim kimi fəaliyyət göstərirsiniz, şəfa verirsiniz insanlara, həm sağlamlıq baxımından. Bəzən çəki atmaq siz dediyiniz kimi təkcə belə deyim də bədən quruluşunun arıq olmağından ibarət deyil. Həm də ki ondan başqa da bəlli bir xəstəliklər olur, xroniki xəstəliklər olsun. Onunla bağlı da o çəkilər piylənmə gedərkən də o çəkiləri atmalı oluruq. Amma bir tərəfdə də artıq bir biznes xanımı oldunuz. Həkimlik bir başqa sahədir, biznes bir başqa sahədir. Bizim verilişimizin də bilirsiniz ki, ideyadan uğradı. Bax, o ideyanız necə yarandı? Sırf biznes həyatına addım atmaq, kafenizi yaratmaq, orada o məsələn stulları gedib alırsınız, seçirsiniz, avadanlıqlardır, işçi heyətinin seçilməsi. Bunlar necə oldu? Necə yarandı? Necə ümumiyyətlə siz düşündünüz ki, mənim kafem olacaq, mənim şəfalı həyat? Elərə xanım, deməli illər öncə mən səhər dururdum, deyirdim ki, mənim öz şəfalı həyat verilişim olacaq. Hər gün, sözün əsl mənasında gündən bir gün mənə bu təklif gəldi və mən artıq 7-ci ildir bu layihənin aparıcısıyam və layihə rəhbəriyəm. Və kafe ilə bağlı çox gözəl sual verdiniz. Deməli, hər gün, hər dəfə çıxanda belə özü də çox maraqlıdır ki, mən böyük kafe istəməmişdim. Mən kiçik bir, belə deyim də, o fransız üsulunda, İtalyan üsulunda və bu tipdə olan bir kiçik bir kafe istəmişdim. Orada insan gəlsin, xoş abu-hava yaransın, o gözəl şirniyyatlar, şəfalı şirniyyatlardan yesin, onun qoxusu, kofenin qoxusu gəlsin oradan, insan gəlsin, orada gözəl musiqi. Bunu hamısı mən yaşamışdım. Haçan keçirdim elə bir kafedə, onu xəyallarımda yaşayarşı ki, deyirdim, aylı, mən belə bir kafem olacaq, mən belə rəngdə olacaq. Bax, içəridə bu olacaq. Mən bunu hamısını yaşamışdım. Hətta onu da deyim ki, qoy onu da deyim. O deyir sizi necə bu layihə yarandı. Mən bunu düşünürdüm. Deməli, may ayında mənim eyni zamanda şəfalı həyat turum da var. Mən artıq 2019-cu ildən xanımlarla bərabər bir gün gələcəm sizlə. Mütləq inşallah. Deməli rayonlara, bütün Azərbaycan bölgələrinə biz turlar edirik. Amma adi turlar deyil. Biz orada şəfalanma turu edirik. Turlarda idmanımızı edirik, meditasiyamızı edirik. İnsanlar var ki, ondan sonra gəlir, ailə qurur, ev alır, yeni iş tapır, kilolarından azad olur, həyatı dəyişir. İnanın, məni o qədər belə qucaqlı bağrılarına basırlar ki, Şəfa xanım, həyatım dəyişdi, ağlaya-ağlaya və mən artıq 2019-da bu layihəni start verdim. O da təsadüfən oldu. Yollar bağlı idi, dedim, qoy mən bunu edim. Hər zaman insanın ideyaları onun üçün olmalıdır ki, sən insanlara necə faydalı ola bilərsən, o insana necə kömək edə bilərsən, o insana hansı bu yolda sən dəstək ola bilərsən. Buradan yarandı və bu kafe ilə bağlı deməli biz turdaydıq. Belə bir mənim özümün bir belə deyək də böyük bir enerjim var. Bilmirəm indi o hardan gəlir o, deyirəm, yəqin ki o nənə babadan gələn bir enerjidir və biz belə dairəvi dayandıq və meditasiya eləyərkən xanımlara dedim ki, gəlin ən böyük, ən çox istədiyimiz bir arzularımızı tutaq və onun texnikasını öyrədim ki, necə onu canlandıraq. Və bir canlandırarkən hətta sonda bitirdik. Mən dedim, xanımlar, gələn ayın bu günü mənim kafem açılacaq. Baxın, doğrudan deyirəm, Rəbbimə qurban olun, deyirəm ki, Allahımdan o qədər razıyam. Şükürlər olsun. Deməli, ayın 24-ü mənim turum idi. Hətta məni izləyən insanlar da, yəni bu olan bir şeydir. Instagramda da paylaşırdım. 25-i mən kafem açdım. Yəni bir aya kafe açmaq mümkün deyil. Özü bilirsə, bunun remontudur, bunun dekorudur, bunun yerləşməsidir, bunun işçi heyətidir, bunu doğrudan böyük bir idarəçilik. Çünki sizin iş rejiminiz də çoxdur. Məsələn, mən özüm 24-7 şəxsən eynən saat 11-də biz gəlmişdik sizin qəbulunuza. Xatırlayıram, axşam vaxtı necə çatdırırsınız. Bir biznesdə mütləq sahibkar olaraq, rəhbər olaraq biznesin özünüz idarə etməlisiniz. Yəqin ki, özünüzün bir sağ əliniz var. Bəli, çox güvəndiyiniz bir adam. Təbii ki, mənim ailəm burada mənə çox böyük dəstək olur və doğrudan da dəyərli dostlarım. Elə buradan onu deyim ki, bax, elə biz o dizaynerstvo eləyəndə Aygün Ağamali və onun bacısı çox mənə dəstək oldular, çox kömək oldular. Yəni, dəstək olan insanlar belə deyir də təmənnasız. Mənim bir dəfə yoldaşım bir gözəl sözü dedi. Dedi, Şəfa, barmağınla say gör, həyatda nə qədər elə bir insanın var ki, hansı ki səndən umacağı olmadan, təmənnası olmadan sənin həyatındadır.
və doğrudan da az adam oldu, amma dəyərli insanlar oldu. Təbii ki, ailəm mənim üçün çox önəmlidir. Anamdır, bacımdır, yoldaşımdır, evladlarımdır. Mənim üçün ailə dəyəri, evladımın dəyəri, ana dəyəri, bac mənim üçün ən önəmlidir. Mən hər zaman tərəziyə ailə dəyərlərini üstün tutmuşam. Eynən elə olmalıdır. Məsələn, mənim özüm də çox uğurlu bir insan ola bilər qarşımda, amma mən onun evinə, ailəsinə, böyüyünə etdiyi hörmətə baxıram ki, bu ailəsinə necədir? Bəli. Bu öz atasına necə hörmət Bəli. eləyir? Kök məsələsi var, nəsil məsələsi var. Mən hər zaman deyirəm, keçən verilişimizdə də bizim çox dəyərli bir qonağımız var idi. Mətənət xanım Mədinəli, Başkənd Restoranlar şəbəkəsinin təsisçisi idi. Mətənət xanımla da bu haqqda çox danışdıq, müzakirələr elədik. Həqiqətən də mən görürəm ki, artıq bu ailə dəyərlərini üstün tutan çox az insan qalıb. Yəni sizin dediyiniz kimi barmaqla sayıla bilən insanlar və o insanlar bu gün bizim həyatımızda vardılarsa, onları qoruyub saxlamaq lazımdır. O insanlar ən dəyərli insanlardır mənim üçün. İndi bax siz də o fikirdəsiniz. Mən çox sevindim, çox şadam. Hər şey danışdıq. Çox uğurlusunuz. Enerjiniz də çox gözəldir. Bəs uğursuz məqamlarınız, ondan başqa hansısa bir pasiyentinizə bir proqram yazmısınız, arıqlama proqramı qətiyyən bir nəticə görməyib. Yəni bunlarla rastlaşmısınızmı? O an nə fikirləşmisiniz? Bilirsiniz Elnara xanım, ümumiyyətlə mən əvvəllər bir neçə illər bundan öncə nəsə alınmayanda özümü çox qınayırdım. Həddən artıq özümə qarşı çox tələbkar insanım. Özünüz görürsünüz ki, formadayam, amma yenə də deyirəm ki, mən ideal olmalıyam. Mən heç kəsə bənzəmirəm və bənzəmək də istəməmişəm. Amma özümün üzərimdə hər zaman çox çalışmışam. Yəni mənim divarda belə daskam var. Bəli. Üzərində hər gün planlar yazılır. Aylıq planlar, gündəlik planlar, həftəlik planlar, illik planlar və onlar həyata keçdikcə unuduram. Baxıram ki, sonra bunlar necə həyata keçib və o dediyiniz kimi elə bir məqamlar olurdu ki, alınmırdı. Və doğrudan da gəlirdim. O zaman çox sıxılırdım. Mənə çox o zaman məni vəziyyətdən çıxardan idmandır. Mən ümumiyyətlə neqativimi idmanda verirəm. Mənə idman, ona görə deyirəm, insan hərəkətdə olmalıdır. Biz bəzi vaxtı deyirik, enerji hardandır? Bəli, mənim də çətinliklərim olub. Elə bir məqam olub ki, o deyirik, yıxılıb qalxan zamanlarım olub doğrudan da. Amma yıxılıb qalxanda özümü elə, o deyirik, mən balacaydım, bir multfilmə baxırdım, çizgi filmidir, Baron Münxauzen. Mən o vaxt ona baxanda dərk eləmə deyirdi, rus dilində idi, deyirdi ki, взял себя за шкирку и поднял из болота. Mən deyirdim, necə bu öz boynundan götürüb özünü bataqlıqda qaldıra bilər. Uşaq idim, dərk eləmirdim. Amma insan özünü yalnız qaldıra bilər və özünü yalnız sala bilər. İnsan o deyir, düzdür, insanlar kömək edə bilər, dostlar, tanışlar, əzizlər, qohumlar. Amma insan birinci növbədə özü. Sən özün onu istəməsən, sən özün ona inanmasan içdən. Mənə həmişə deyirlər ki, sən hər bir ideyanı əl qoyanda sən onu inanla, sevgi ilə, sən elə bilsən dünya çatdı, bizə də bu ideyadır. Doğrudan elədir. Yəni elə bilirəm ki, bir pasiyent gəlir, nəsə deyir, deyirəm, mən inanıram sənə, mənim gözümdə o qədər o istilik görür ki, o insan deyir, artıq mən elə bilirəm ki, artıq buradan bugündən kilo verdim. Amma alınmayanda əvvəl çox özümü qınayırdım, özümü bağışlaya bilmirdim, özümlə barışa bilmirdim. Həyatda insan o deyə yıxılmalıdır ki, qalxsın və elə bir məqam oldu ki, çox sarsıntı keçirdim, çox böyük bir itkilər yaşadım. İstər mənəvi, istər maddi, milyoner olur. Ona heç kəs bankrot olur, tamamilə müflis olur və ona heç bir bank pul vermir. Yeganə bir banka gəlir, ona pul verəndə deyirlər ki, niyə verdiniz? Axı o müflis olub. Deyir, əgər o insan bir dəfə milyon qazanıbsa, deməli o milyonu qazanmağını bilir, deməli o bir dəfə də qazanacaq. İnsan əgər nədəsə uğur qazanıbsa, deməli o uğurun yolunu bilir. İnsanın intuisiyası ola bilər, hiss etməli. İnsan hər zaman özünü eşitməyə bacarmalıdır. Mən ümumiyyətlə özümdə bir tövbə qoymuşam. Hər zaman bir qərar verəndə özümlə qalmağa çalışıram. Mən o qərarı həzm eləmək üçün deyirəm, mənə vaxt verin. Mən özümlə qalıram, özümü qulaq asıram və hər zaman Rəbbimə deyirəm, mənə mesaj göndər.
İnanırsınız ki Elnarə xanım, o mesajları hər insan eşitməyi və görməyi bacara bilər. Mənim üstünlüyüm olub ki, mən o yıxılanda da o şansı görməyə bacarmışam. Yıxılmışam, belə deyim də, gözümün yaşını silib durub gülən insan olmuşam. Amma onu heç kəsə bildirməmişəm. Məsələn, yaxın insanım olub ki, elə bir vəziyyətdən durub getmişəm. Deyib ki, yəni bu sən idin. Doğrudan da insan heç vaxt o, belə deyək də, güclü insan odur ki, zəif tərəfini göstərə bilir. Zəif insan odur ki, zəif tərəfini göstərə bilmir. Yəni, mən yıxılmışam və bu günləri buradayam. Heç bir şey elə belə alınmır. Hər bir şeyi nəyisə insan əldə edirsə, onu belə deyək də, addım-addım, bir addım qalxırsansa, hər zaman düşünməlisən ki, arxada nəyi itirib, nəyi əldə etmirsən. Mən hər zaman irəli gedəndə tərəziyə qoymuşam. İtirdiyim çoxdur, yoxsa əldə etdiyim? İtirdikləriniz çoxdur, yoxsa əldə etdikləriniz? Belə deyək də. Sual. Hə, çox gözəl sualdır. İtirdiyim çox olub bu illərdə, yoxsa əldə etdiyim? Yox, düşünürəm ki, əldə etdiklərim. Çünki şükürlər olsun bu günləri evladlarım, ailəm. Belə deyək də, insanların sevgisi. İnsanların sevgisini mən heç bir maddiyyətlə əldə etmək olmur. Həyatda mən qazandığım ən böyük varlıq odur ki, maddiyyətlə alınmır. Bilirsiniz nədir? İnsanların etibarını. Ən böyük uğurum odur ki, mən insanların etibarını, inamını qazana bilmişəm. Onu heç bir pulla, heç bir maddiyyətlə, heç bir PR-la etmək olmaz. Onu yalnız insan öz əməllərindən, öz işlərindən əldə edə bilər. Hesab edirəm ki, mənim əldə etdiyim uğurum, ən böyük uğurum odur. Mən maddiyyətlə alınmayan uğuru əldə edə bilmişəm. Ən böyük uğur budur. Hər şeyə biz toxunduq. Mən istəyirəm ki, bax, xanımlar var ki, indi biraz da dəb halını alıb. Ümumiyyətlə, biznes həyatı da olsun, ümumiyyətlə, həkimlər olsun. Qəribə bir rəqabət içərisindədir bizim insanlar. Məsələn, biri dietoloq olursa, kurslara gedirlər dietoloqla, o baxırlar, hansı proqramlar yazıla bilər. Amma onun dərinliyi, düşünmədən proqram yazırlar və onu arıqlatmağa çalışırlar. Və yaxud bu son dönəmlərdə iynələr çıxıb, önerirlər ki, bunlardan istifadə etməlisiniz, istiqamət verirlər. Yəni bu mənim üçün böyük bir faciədir. Bax, siz necə düşünürsünüz? Bu insanlarla, bu gənclərimizlə necə mübarizə aparırsınız? Bax, bunların qarşısını necə almaq olar ki, bax, buradan bizi izləyən insanlara səslənin, ehtiyatlı olsunlar, bu cür addımlar atmasınlar, canlarına, bədənlərinə zərər vurmasınlar. Bununla bağlı siz danışardınız bir həkim olaraq. Elnarə xanım, çox gözəl bir sualdır. Mən deyərdim, mənim yaralı yerimdir. Mən özüm bilirsiniz ki, artıq 25 ildən çoxdur klinisist həkim kimi çalışıram və özüm də çalışdığım qurumda özünüz bilirsiniz. Bəli. Hər zaman onu deyirəm ki, insan seçici olmalıdır. Hal-hazırda siz çox gözəl vurğuladınız, arıqladıcı. Mən bundan öncə nəyə görə dedim ki, o pasiyentimi mən 30 günə 25 kilolardan azad etmişik. Hətta atası onun getdi, tam check-up elətdirdi ki, baxsın ki, bir də nəsə problemi. Ona həkimlər demişdilər ki, siz neynəmisiniz ki, bu qədər göstəricilər hansı yaxşı tərəfi dəyişib. Birinci növbədə peşəkarı seçmək. Yəni, o demək deyil ki, insan kursları keçdi və ya keçmədi. Əgər mən hər zaman deyirəm ki, piyələnmədir, ümumiyyətlə bu sahə həkim sahəsidir və bununla həkim çalışmalıdır. Kurslar keçən insanlar demirəm, ya yaxşıdırlar, ya pisdilər, amma bu qeyri-peşəkarlıq deməkdir. Və bir insan ən önəmli, ən vacib, ən gözəl neymət həyatda pulla alınmaz neymətimiz yalnız bizim sağlamlığımızdır. Sağlamlığımızı biz heç bir maddiyyətlə ala bilmərik və onu belə ucuz xırdalaya da bilmərik. Ona görə bir həkim seçəndə, bir mütəxəssis seçəndə 100 ölçüb bir biçmək lazımdır. Bir qərarı da verəndə atalarımızın sözüdür, onlar elə belə demirlər. Deyir 100 ölç, bir piç, düzdür. Və burada da çox önəmlidir. Hətta bu yaxınlarda mən tətildə idim, deməli Bilgədə idi və orada bir yaşlı bir insanla tanış oldum. O hər gün, mən özüm səhər 6-da, 6 yarısı dənizin qırağında yürüyüş edirdim, o da. Biz nəsə söhbət elədik və 73 yaşlı bir insana sual verdim. Dedim, həyatınızda ən böyük varlığınız nədir? Dedi, ən gözəl neymətim odur ki, 73 yaşım var, həkim qapısını tanımıram.
Və doğrudan da mən onu qulaq asanda dedim ki, ilahi, doğrudan da biz insanlar bəzi vaxtı cavan oluruq. Sağlığımıza dəyər vermirik, maddiyyətin arxasınca qaçırıq. Amma maddiyyət olanda o maddiyyəti hara, sağlığımıza xərcləyirik və yenə də əldə edə bilmirik. Amma əgər bir insanın sağlamlığı varsa, sağlam bədəni varsa, sağlam düşüncəsi varsa və sağlam ətrafı varsa, mən hesab edirəm, ən varlı insan odur. Ən böyük evi, eşiyi olan o insandır. Ən böyük, nə bilim, maddiyyəti olan o insanlardır. Siz bundan öncə dediniz ki, siz hal-hazırda bir business lady kimi çalışırsınız. Amma mən deyərdim ki, mənim ən böyük biznesim sağlamlığımdır. Diyetolog olanda, yəni bu olub 15 il bundan öncə, yəni o zaman diyetoloqa çox parmaqla sayacaq idi və mən nəyə görə gəldim diyetolog oldum? Mənim özümün səhhətimdə problemlər yarandı, özümün onurğa yırtıqlarım var idi, ödümdə daş var idi, podagram var idi və s. problemlər yarandı. Və mənə bir çox həkimlər dedi ki, bir dedi ki, onurğanda yırtıq var, sən bir neçə ildən sonra, nə bilim, şikəst qalacaqsan, heç 1 kilo çəki götürə bilməyəcəksən. Podagra ilə bağlı özünüz bilirsiniz ki, podagra müalicə olunmur, ona bağlı şiddətli ağrılarım var idi, öd daşlarım var idi, dedilər əməliyyat və s. Və mən belə deyək də özüm bir müddət, bir həftə özüm depressiyaya düşdüm və durdum səhər. Bax, həyatımda elə durmuşum, o cizgi filmdə deyir, özün boğazımdan, boynumdan tutdum, özümü bataqlıqdan çıxartdım və özümə dedim ki, yox, Şafa, sən bunu bacaracaqsan. Artıq bu diaqnozu qoyublar, ebi yoxdur. Sən bunları əks. Mən başladım ağrı kəsicilər vuraraq, mən başladım idmanla məşğul olmağa, pilatesdən başladım, yürüyüşmə başladım, sağlam qidalamaya başladım, su və s. Bir anda gördüm ki, mən artıq pilates mərkəzinin siması oldum. Boynunda 3 dənə yırtıq olan insan, hansına ki, deyiblər ki, 1 ildən sonra sən 1 kilo çəki götürə bilməyəcəksən. Ödümdə daşlar var idi, mən uziyə düşdüm və həkimimiz bizdə dedi ki, siz heç orada qumunuz yoxdur. Podagra mən belə də götürək də, mən düz əqqablar geyinirdim. O qədər ağrılarım var idi. Özünüz bilirsiniz ki, veriliş aparıram. Elə olur ki, səhər girirəm pavilyona, axşamda çıxıram. Yəni çəkilişlər özünüz bilirsiniz, çətin bir mərhələdir. Böyük bir kabloklarda və mən bir anda başa düşdüm ki, sağlam qidalama nəinki mənim xəstəliklərimi, mənim həyatımı dəyişdi. Ona görə də biz buradan bizi izləyən insanlara deyirik ki, ehtiyatlı olun, hər şey bədəninizə yəni qəbul etməyin. Bu mərhələ o iynələrlə bağlı. Baxın, mənim yanıma çox xəstələr gəlir. Mən burada demirəm ki, iynələr lazımdır və ya lazımsızdır. Ola bilər digər həkimlər burada etirazlar edə bilərlər. Analizsiz, yəni nəticə olmadan, göndəriş olmadan bu da iynələri yazırlar. 65 kilolu insana iynə təyin edirlər. 70 kilolu insana iynə təyin edilir. Bu yaxlarda bir xanımım var idi, Fidan Rəfilə, 82 kilodan 59 kiloya salmışam o insanı. 3 aya iynəsiz, dərmansız, sağlıqlı şəkildə xanım o qədər xoşbəxt idi, o gün gəlib çiçəyi ilə, hədiyyəsi ilə. Mən iynə təyin etmirəm. Və mənim pasiyentlərim hamısı bilir ki, mən iynələrə yox deyirəm. Necə təhlükəlidirmi o iynələr? Yəni, hər bir iynənin öz fəsadı var. Fəsadsız heç bir şey yoxdur. Adicə, adi dərmandır belə, ağrı kəsici dərmandır, onun da fəsadı var. Şəfa xanım, baxın, biz bu qədər müzakirə elədik, diskussiya elədik. Mən əminəm ki, paylaşımlar olandan sonra altından yazacaqlar ki, bəs ödənişi bahadır və yaxud qiymətlə bağlı problemlər var. Biz ona görə daha uyğun qiymətli diyetoloqa müraciət eləyirik. Siz necə düşünürsünüz? Bax, bir sual verim sizə. Onun şahidi olmuşam şəxsən. Bir rəfiqə gedir. Məsələn, sizə yaxınlaşıb, sizdən bir diyeta proqramı əldə edib. İki rəfiqə onu bölüşüb bir yerdə... Birində nəticə olub, birində nəticə olmayıb. Nəticədən başqadır. Yəni, ona təyin olunan proqramla digər rəfiqəsi də o proqrama əməl edir. Yəni, bu nə qədər bunun təhlükələri var? Zəhmət olursa onu da deyil. Qoy, mən sizə 2 dənə məqam danışım. Doğrudan biri bölüşürlər pullarda. Bir dəfə bir ailə gəldi, yoldaşından xanım idi və onlara o bəyə proqram yazdım.
Bəy çox yaxşı kilo verdi. Səhv eləmirəmsə rayondan gəldilər. Hardasa bir 8-9 kilo kimi çəki verdi. Xanım gəldi ki, indi əyləşiblər mənim yanımda. Yoldaşı deyir ki, mən arıqlamışam 8 kilo, hər şey yaxşıdır. Xanım belədir. Bəs mən niyə arıqlamadım? Deyirəm, anlamadım. Biz sizə proqram yığmışdıq. Deyir, yox, mən o proqramı... Yəni, mən deyirəm ki, mən sizə proqram yığmamışam. Siz xanım, o bəy. Sizin hormonlarınız, onun hormonları, sizin vitamin, minerallar. Yəni, bu fərqlidir. Doğrudan da hər insan, mən bundan öncə də dedim ki, bizim hər birimizin DNK-mız fərqlidir, genetik kodumuz fərqlidir, psixotikimiz fərqlidir, həyat tipimiz fərqlidir. Bəzi insanlar deyirlər ki, Şafa xanım neynədir? Bir proqram yazdı, amma hər zaman mən deyirəm ki, o proqramı yazmaq üçün mən 51 yaşım var da, kifayət qədər də yaşım var. Mən bu günə kimi də oxuyuram, bu dəqiqə də oxuyuram. Hər zaman da oxumaqla davam edirəm ki, mən inkişaf edim və o deyir sizə rəqabət. Mən ümumiyyətlə heç kəsdən heç vaxt rəqabət aparmamışam. Amma mənim ən böyük həyatda rəqabət apardığım bir insanım olubdur. Kimdir o? Şəfa xanım. Bir insanıma özümü doğrudan son illərdə özümü tanıyandan sonra, özümü biləndən ki, mən Şafayam, mənim bir özümü tanıdığım, belə deyədəm, necəsə deyim, hər zaman onunla yalnız rəqabət aparmışam. Səhər gün, orta axşam. Hər bir rəqabətim yalnız onunla olub. Dünənki Şafa ilə. Mən hər zaman dünənki Şafa ilə rəqabət aparmışam ki, sən dünən necə olmuşsan? Sən bugün nə qədər fərqlisən dünənə baxanda? Sən bu günlər bir addım da olsa dünənkində irəli olmalısan. Hətta bir günlərin 40 yaşım var idi. Bir xanım var idi. Gəldim, dedim ki, mən istəyirəm ideal bədən formam olsun, amma mən heç bir əməliyyata gedəsi deyiləm, heç bir vasitələrdən istifadə edəsi deyiləm. Mən sağlam şəkildə, çox yaxın mənim ailə üzvümdür. Dedi, sən daha 40 yaşın var. Bundan sonra insan ideal bədən formasını əldə edə bilər. Amma illər keçdi, mən sübut elədim. Heç kəsə yox, özümə sübut etdim ki, bəli, insan hər yaşda ola bilər. Və bu günləri milyonlarla insanların qarşısında bunu özümü göstərmək üçün etmirəm və özümü reklam etmək üçün də etmirəm. Buna ehtiyac yoxdur. Sadəcə insanlara bir ilhamlandırmaq üçün, insanları motivasiya etmək üçün ki, mən doğrudan bunu sözü deyirəm və sözünün altından belə deyək də möhürümü qoyaraq, qol çəkib deyirəm. Yalnız sağlam, şəfalı, düzgün şəkildə hər zaman hər şey əldə etmək olar. Bu bir məqamdır o pasiyentlərin. Bu yaxınlarda bir xanım gəldi, Aygün xanımdır, müəllimədir. Deyir ki, Şafa xanım, niyə yanınıza gəlmişəm? O deyir, sizi düzgün peşəkarı seçmək və deyirlər, maddiyyət çoxdur, ya maddiyyət azdır. Amma mən yenə də deyirəm, insan sağlamlığı heç bir maddiyyətlə elə məqam ola bilər ki, ala bilməz. Xanım gedib ürək həkiminə, qaraciyər həkiminə, oynaq həkiminə, bütün, deyərdim ki, bütün həkimləri gəzib, sonuncu həkimi lor həkimi olub. Deyir, getdim lor həkiminə. Lor həkimi dedi ki, arıqlamalısan. Da lor həkimi deyəndə dedim, yox, Şafa xanımın yanına getməliyəm. Görün, deməli, bu nə qədər həkimi gəzib. Deməli, şəkər həkimi gəzib, təzyiq həkimi gəzib, ürək həkimi gəzib, qaraciyər həkimi gəzib, oynaq həkimini gəzib. Bütün həkimləri gəzəndən sonra sonda inanılmaz bir həkim, yəni lor həkim, sağ olsun, elə bir savadlı doktorlarımız var. Deyib ki, yox, siz kilo verməlisiniz. Ondan sonra gəldi yanıma və dedi ki, sən demək ki, bütün xəstəliklərin başında kilodu yanırmış. Bəli, ona görə də mənim adımı qoyublar ki, kiloların qənimi. Yəni, bu da oradan da, amma sağlıqlı şəkildə. Mən iynələrdən istifadə etmirəm. Mən əməliyyatlara yox deyirəm. Mən hər zaman deyirəm ki, insan buradan. O deyirəm, mən səhər duranda mən heç vaxt o budilnikdən istifadə etmirəm. Niyə? Çünki beynimdə qoyuram. Mən beynimdə bugün qoysam ki, mən sabah 9-a kimi yatacam, mən 9-a kimi də yata bilərəm. Amma mən beynimdə qoyuram, mən saat 6-da dururam. Mən saatda dururam, açıram, baxıram ki, 05:59, 05:59-da dururam. Yəni, durmuram 7-nin yarısı, durmuram saat 5-də. Hansı saatı qoyuram və saat 6-da duranda birinci növbədə təbii ki, o yerimdə artıq meditasiyamı edirəm, dualarımı, hər zaman təşəkkürümü edirəm. Təşəkkür və deyir, insan hər zaman təşəkkürünü etməyi bacarmalıdır. Bəzi vaxt şükür və təşəkkür fərqli şeylərdir. Şükür odur ki, sən bugünkü günündə nələri Allah sənə verib şükür edirsən. Amma təşəkkür edirsən, vermədiklərinə təşəkkür edirsən. O bilirsiniz nədir? Mən onu bilmirdim. Mən həm aldıqlarına görə də şükür etmişəm. Bəzən elə bir məqamlar olub ki, demişəm ki, şükürlər olsun. Həmən vaxt mən çox məyus olmuşdum, incimişdi, qəlbim ağrımışdı.
olmamışdı, amma bəlkə də xeyirlisi buymuş və onun nəticəsini görmüşəm ki, daha da gözəl olub. Ona görə Allahıma təşəkkür, şükr etmişəm daha doğrusu. İndi də hər gün nə olur, həyatımda nə baş verir versin, mən yəni yaradanıma şükr edirəm. Meditasiya eləmirəm, bilmirəm. O şeylər, yəni onları bilmirəm mən. Meditasiya nədir? Meditasiya odur. Meditasiya odur. Şükür, o siz dediğiniz kimi şükürlürsünüz. Yəni bugün burada bir bardak sudursa buna da şükür edirsiniz. Bugün burada su yoksa ona da şükür edirsiniz. Doludur yenə şükür edirsiniz. Amma təşəkkür odur ki, bizim həyatımızda elə bir məqamlar ola bilər ki, biz bilmədən. O bizim həyatımızı tamamilə belə deyək də negativ tərəfə apara bilər. Mən buna görə təşəkkür edirəm ki, Allah mənə bugünkü günü bu günü veribdir. Təşəkkür edirəm ki, mənə sabah gözəl gün qismət edir. Mən hər zaman təşəkkür, mən deyirəm ki, mən balaca kafeşkaları görəndə hər zaman yoldaşım deyir, niyə böyükləri demirdin? Ya da bacım deyir ki, niyə böyük kafəni görəndə? Deyirəm, mənim içim onu görürdü, mənim içim onu istəyirdi. Mən bu günləri, əgər bir şey istəmirəmsə, mənə heç bir qüvvə onu məcbur edib etdirə bilməz. Mən insanı sevirəmsə, sevirəm. Mən hər zaman deyirəm, mənim düşmanım həyatda yoxdur. Çünki nəyə görə? Mən yaxşılıqları unutmuram. Pislik bizə nəyi negativ verir. Amma yaxşılıq bizə necə? Daha da yaxşılıq etməyə bizə güc verir. Dünyada onkoloji xəstəliklər niyə artıbdır? Nəyə görə qalxanvari vəzin xəstəlikləri artıbdır? Piyələnmə özü nədən irəli gəlir sizcə? Piyələnmə odur ki, biz həyatda nələrsə buraxa bilmirik. Həyatımızda hansısa məqamı buraxa bilmirik. Əsasən də inciklikləri. İnciklik də nədən irəli gəlir? Falan vaxtda falan şey oldur. O deyir sizə, insanlar gələndə niyə məndən kilo verirlər? Çünki mən onlara təşəkkür və şükür etməyi öyrətməyə bacarıram. Çünki bəzi vaxt insanlar deyir ki, bu günlər Şafa xanım buradadır, bu yerdə işləyir, bunu əldə edir. Amma Şafa xanımın elə bir məqamı olub ki, mən 24-7 yatmamışam. Elə vaxtım olub ki, saat 4-də yatmışam, 5-də durmuşam. Elə olub ki, heç yatmamışam. Yəni doğrudan o məqamlarım olub, yorulmuşam, demişəm, belə deyim də bıxdım. Amma demişəm, yox, sən bu mərhələdə dayana bilməzsən. Bəs onda nə üçün bunu başlamışdın? Əgər bunu başlamışsansa, sənin ixtiyarın yoxdur dayanmağa. Elə də mənim yanıma gələn insanlar. Mən onlara deyirəm, sən bunu başlayırsan, biz onlarla müqavilə bağlayırıq. Belə əl tuturam onlarla. Deyirəm, buna başladıq. Bu insan artıq buna inanır ki, o başladı. Ona görə ki, mən deyirəm, o özü ona inanmalıdır. Çox təşəkkür edirəm. Sizə təşəkkür edirəm ki... Mən təəssüratlarınızı bilmək istəyərdim Şəfa xanım. Elnarə xanım, mənim bu yaşıma kimi bu qədər efirlərdə olmuşam, bu qədər verilişlərdə olmuşam, bu qədər müxtəlif, hər cürə bir, hər konsepsiyaya uyğun verilişlərdə qonaq olmuşam. Özüm artıq 7 illə çoxdur öz aparıcılığımı edirəm. Amma yəqin ki, həyatımda ilk dəfə, ilk verilişdir ki, mən bu qədər içdən, səmimi, o şafa. Mən hər zaman səmimi olmuşam, amma belə deyək də, adam öz verilişində belə danışa bilməz, hər hansı bir verilişdə də belə ola bilməz. Yəqin ki, həyatımda ilk və yeganə verilişdir ki, mən bu qədər səmimi, bu qədər açıq və bu qədər şəfa kimi şəfa oldum. Minnətdaram Şəfa xanım. Doğrudan bu sözlərim hamısı səmimidir. Yəni, burada heç bir şey yoxdur. Yəqin ki, onun mənim bütün o hər bədənimin, üzümün, cizgilərimin hər bir hüceyrəmdə siz onu duyursunuz ki, nə qədər səmimi oldum və yəqin ki, ilk dəfə və yeganə bir veriliş idi ki, Elnarə xanım Bəkirovanın verilişində tamamilə o, belə deyim də, tam açıqlama, olduğum kimi, varlığım kimi, necə var, şəfa necə gəldi, o şəfa oldu, necə şəfa olub, onu məsələ sizin verilişinizdə ilk dəfə açıqladım. Çox sağ olun. Təşəkkür edirəm dəvətinizə görə. İnsanlara bu qədər sevgi bəslədiyiniz üçün, işinizin peşəkarı olduğunuz üçün, bizim qonağımız olduğunuz üçün sizə dərin təşəkkürümü bildirirəm. İş həyatınıza da sizə uğurlar arzulayıram. Təşəkkür edirəm. Və beləliklə bizim verilişimiz sona çatdı. Cibaru platformasının baş sponsorluğu ilə.
Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.